Deməli dostlar, MKM mövzusunda 25-ci suala baxacağıq sizlə bir yerdə. Yəni 25-ci sualda bizdən soruşur ki, dostlar, alt tərəfi bağlı olan, üst tərəfi açıq olan nazik bir borudur və aşağı hissəsində hava vardır. Onun da üzərində 760 mm hündürlükdə civə sütun var. Deməli, birinci və ikinci vəziyyətlərə görə biz havanın həcminin neçə dəfə və necə dəyişdiyini bilməliyik. Deməli, nəyi bilmək lazımdır bu sualda? Birinci hala baxırıq dostlar diqqətlə. Birinci halda aşağıda qalan havanın təzyiqi yuxarıdan təsir göstərən atmosfer təzyiqi ilə el hündürlüyündəki civənin təzyiqlərin cəminə bərabər olmalıdır. Tərazlıqda ola bilməsi üçün. Deməli, birinci vəziyyətdə havanın təzyiqi P1 bərabərdir. P0 üstə gəlinsin. Buradakı civənin təzyiqi, hansı ki bu civənin hündürlüyünü bizə 760 mm veriblər. Onsuz da atmosfer təzyiqi 760 mm hündürlükdəki civə sütununun təzyiqinə bərabərdir. Yəni P0 üstə gəl P0 yaza bilərik. Atmosfer təzyiqi dostlar, təkrar edirəm, buradakı civənin təzyiqinə bərabər olduğuna görə, deməli birinci halda aşağıdakı havanın təzyiqi 2P0-a bərabər olacaq. Keçək indi ikinci halımıza. İkinci halda borunu müəyyən qədər meyl elətdiriblər. Meyl elətdiyimiz zaman nə baş verəcək dostlar? Təbii ki, yuxarıdan yenə ağzı açıq olduğuna görə, bu hissədə ağzı açıq olduğuna görə atmosfer təzyiqimiz P0 olaraq qalacaq. Lakin boru meyl elədiyinə görə bu daxildəki civənin verdiyi təzyiq qüvvəsi artıq əvvəlki qədər olmayacaq. Çünki siz özünüz bilirsiniz ki, əgər hər hansı qüvvə müəyyən bucaq altında olursa, biz onu komponentlərə bölürük. Yəni bunun bir Fx komponenti olacaq, bir də Fy. Yəni bu qüvvə, bu formada olan bir qüvvə nə deməkdir? Burada həm sol tərəfə müəyyən qədər komponent vardır, həm də aşağıya tərəf müəyyən qədər komponent vardır dostlar. Yəni demək istədiyimiz odur ki, bunun bir Fx-i, bir də Fy komponentinə bölməliyik. Bölən zaman nədən istifadə edirik? Təbii ki, trigonometrik biliklərdən istifadə etməyimiz lazımdır. Bu vəziyyətdə Fy, yəni şaquli komponent f vurulsun kosinus alfaya bərabər olacaq. O da bərabərdir. F vurulsun kosinus 60. Yəni kosinus 60 2-də 1-dir. F bölünsün 2. Belə çıxır ki, 60 dərəcə meyl elətdirdikdə buradakı civənin verdiyi təzyiq qüvvəsi 2 dəfə azalır. Təzyiq qüvvəsi 2 dəfə azaldığına görə avtomatik təzyiq də 2 dəfə azalır. Əvvəl bu civənin verdiyi təzyiq P0 idi. İndi olacaq P0 bölünsün 2. Deməli, ikinci hal üçün yazaq. İkinci halda aşağıda qalan qazın təzyiqi atmosfer təzyiqi ilə bu hissədəki civənin yaratdığı təzyiqin cəminə, yəni P0 bölünsün 2-nin cəminə bərabər olacaq. O da olacaq 1,5 P0. Əvvəl təzyiq nə qədər idi dostlar? 2P0. İndi nə qədər oldu? 1,5 P0 dostlar. Sualın şərtində yazıb ki, havanın həcmi neçə dəfə və necə dəyişər? Həcmin necə dəyişdiyini bilmək üçün, yəni V2-ni V1-ə bölürüksə, bilirsiniz ki, təzyiqlə həcm tərs mütənasibdir. P1-i P2-yə bölməliyik. 2P0 bölünsün 1,5 P0, yəni 4 bölünsün 3. Deməli, içəridəki qazın həcmi 3-də 4 dəfə artacaqdır dostlar.